Oğlum, ürəyini insanların mədhinə və onların razılığına bağlama. Çünki insan hər nə qədər onu əldə etmək üçün çalışsa da hədəfinə çatmaz. Heç bir zaman hamının razılığını əldə edə bilməz. Oğlu Loğmana deyir, sözünüzün mənası nədir? İstəyirəm ki, onu bir misalla mənə söyləyəsiz. Loğman oğlu ilə bir yerdə bayıra çıxır və ulağı da özü ilə götürür. Atası ulağa minir və oğlu isə yanında gedir. Yolda onlar bir neçə insana rast gəlirlər. Aralarında danışırlar. Bu sevgisiz kişiyə bax. Özü minib uşağı da ardınca gəlir. Necə də çirkin bir işdir. Loğman oğluma deyir, onların sözlərini eşitdinmi? Mənim minməyim və sənin piyada getməyini pis bildilər. Dedi, bəli. Loğman dedi, oğlum, indi sən ulağa min və mən piyada gedim. Oğlu mindi və atası da piyada getməyə başladı. Bir neçə dəstə insana rast gəldilər. Onlar aralarında danışırdı. Necə də pis atadı və o da necə ədəbsiz bir oğuldu. Atasının pisliyi ona görədir ki, oğluna yaxşı tərbiyə verməmişdi. Oğlu minmiş və atası piyada getmişdi. Yaxşı olardı ki, atası minərdi və oğlu piyada gedərdi ki, hörmətini saxlaya bilsin. Oğlunun ədəbsizliyi ona görədir ki, atasına ağ olmuşdu və ona görə də hər ikisinin rəftarı pisdir. Loğman deyir, onların da sözlərini eşitdinmi? Dedi, bəli. Loğman dedi, ində gəl hər ikimiz də ulağa minək. Bu halda bir dəstə insana rast gəldilər. Onlar dedilər, bu ikisinin ürəyi rəhimli deyildi. Hər ikisi bu heyvana minmişdi. Onların çəkilərinin ağırlığından heyvanın beli sınır. Əgər biri minsə və o birisi piyada olsaydı, daha yaxşı olardı. Loğman oğluna dedi, eşitdinmi? Dedi, bəli. Loğman dedi, indi ulaqdan düşək və özümüz piyada gedək. Ulaq qabaqda gedirdi və özləri də onun ardınca gəlirdilər. Bir dəstə insan onları bu halda görüb, heyvana minmədiklərinə görə onları məzəmmət etdilər. Bu zaman Loğman oğluna deyir, bir insan üçün başqalarının razılığını əldə etməyə görə yol vardırmı? Ona görə də insanlardan ümidini kəs və Allahın rizasını əldə etməyi düşün. Çünki bu iş asandır. Dünya və axirət səadəti də elə ondadır.